En böyük səhv harda edirsiniz bilirsinizmi? Başqalarına dəyişdirə biləcəyinizə inanaraq. Oysa ki, stresi bitirmənin, çiyindəki o ağır yükü atmağın tək bir yolu var. O da insanları olduğu kimi qəbul etmək. Buraq, nə danışırlarsa danışsınlar. Sənin haqqında nə düşünürlərsə düşünsünlər. Sən o enerjini, o gözəl ürəyini onları dəyişdirmək üçün tükətmə. Enerjini başqalarına itirməyə əvəzinə, nəfəsinə, düşüncələrinə, davranışlarına sərf et. Dürüst olaq. Stresin ən böyük qaynağı çox zaman digər insanlardır. Kobud olurlar, qırıcı olurlar, səni heç gözləmədiyin yerdən vururlar. Onları öz halına bırax, sən isə yoluna bax. Onlarla savaşaraq sən sadəcə özünü yorursan. Onları olduğu kimi qəbul et. Burax, necədirlərsə elə də qalsınlar. Sən onu bil ki, başqasını dəyişdirəməzsən. Ancaq onların ruhları hazır olduğu vaxt dəyişəcəklər. Sən bugün hüzuru seçə bilərsən. Sənə aid olmayanı dəyişdirmək yerinə nəfəs almağı, yumşamağı, özünə geri dönməyi seçə bilərsən.